İlyas Əfəndiyev. Cavan tacirlə pristav qızın əhvalatı. Bayram bəyin qızı böyüyüb mina gərdənli, uzun saçlı, bulaq suyu kimi şəffaf gözlü bir gözəl olmuşdu. Qocası Səkinədən gələn bir xal qar kimi ağ boğazının yanına qoymuşdu. Müəllimlər gəlib ona evdə dərs vermişdilər. Çırdoballarla yaylağa arana köçəndə qız at minib oğlanlarla cıdıra çıxardı, nişana atardı. Şahnamənin rəvayətlərini, Füzulinin, Natəvanın qəzəllərini oxuyardı. Anası Fatma xanımın tütünündən götürüb xəlvətcə çəkə-çəkə öyrənmişdi papirosa. Qulluqçularına o vaxtı ən bahalı papirosundan aldırıb atasından gizlədərdi. Anası Fatma xanım qızın papiros çəkdiyini bilirdi, amma bir söz demirdi. Çünki özü də elə bu yaşlarında anası xanımdan papiros çəkmək öyrənmişdi. Özü də anası xanım kimi əzazil deyildi, ürəyi yumşaq arvad idi. Bayram bəyin hər ay oğluna kifayət qədər pul göndərməsinə baxmayaraq, Fatma xanım da ərindən gizlin eyzən ona pul göndərərdi. Uca boylu, alagözlü Həzrət Yusif kimi gözəl bir oğlan Nuru bəy də pulları sağa sola səpib keyf çəkərdi. Şuşa qalasının ermənilər yaşayan hissəsində olan klublarda səhərəcən qızlarla rəqs edərdi. Yaquta hər tərəfdən elçilər gəlirdi, amma Bayram bəy anası Səkinənin, Kürdobu ağsaqqallarının məsləhəti ilə Muradxanlı obasından olan Hacı Hüseyin oğlu Məhərrəm üçün gələn elçilərə söz verdi. Hacı Hüseynin 4-5 min qoyunu, neçə yüz atı, neçə dəvəsi var idi, özü də tikanlı tayfadan idi. Obanın yarısı onun qohum qardaşı olub, hamısı da sayılan karlı adamlar idi. Hacı barmağını qaldırsaydı 100 atlı tüfəngli adam hazır olardı. Məhərrəm də at minib tüfəng tutan boylu, buxunlu, yaraşıqlı bir oğlan idi. Neçə dəvə yüküdüyü, yağ, motal, neçə qaradiş erkək, neçə mötəbər ağsaqqal gəldi. Nə qədər qızıl zinət, zərxara, parça gətirdilər, Yaquta nişan taxdılar. Sonra Hacı Bayram bəyi bütün ailəsi ilə haramiyə qonaq çağırdı. Qonşobalardan da adlı sanlı adamlar gəldi, erkəklər kəsildi. Hərəsi 2 vedrə su tutan iri qazanlar asıldı. Böyük qonaqlıq oldu. Sonra ən qaçağan atların cıdırı başlandı. Nişanlı oğlan atın qızın qaçarağında 5 atılanla dalbadal 8 nişana vurub igidliyini göstərdi. Yaqut da alaçıq çətənəsinin arasından baxıb gülümsədi. Zarafatçıl gəlinlər də bunu görüb biciliklə bir-birinə göz vurdular. Oğlanın boyu buxunu, at minməyi qızın xoşuna gəlirdi. Amma heç bir dəfə də üz-üzə əyləşib söhbət eləmədilər. Atalar qərarı aldılar ki, payızda, yəni el dağdan qaydanda toy eləsinlər. Ancaq bu dünyada azmı qəribə işlər olur? Qarabulaq şəhərinin şimal tərəfində bir-birindən aralı olan Quruçayla Köndələn çayın arasında başı kəsik ehrama oxşayan qarı dağ var. Qoy əvvəlcə ondan danışım. Şəhər 39 gün mühasirədə qalaraq uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. 40-cı gün şahın 20 yaşlı cəsur oğlu Məlik Tac 500 nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə daxil oldu. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu. Yerli əhalinin inadından təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi. Taygöz Yusif şəhərin sağ qalmış 7000 əhalisini uşaqdan böyüyə qılıncdan keçirdi. Evlər dağıdıldı, qan su yerinə axdı. 3 günlük qırğından sonra şah şəhərdən çıxıb yaşıl bir təpə üstündə çadırlar qurdurdu. 3 gün, 3 gecə şadyanalıq etməyi, qalibiyyət badələri qaldırmağı qoşun əhlinə əmr etdi. Qızıl işləməli, firuzə rəngli, cüzələr 7-lik Şiraz şərabları ilə dolduruldu. Əti məzun olan 5 illik qara erkəklər kəsildi. Ovçular Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar gətirdilər. Hökümdar 7 qızıl dirəkli çadırında 7 tirmə döşək üstündə əyləşdi. Atlas geyimli nişapur sazəndələri gəldi. Süfrələr döşəndi, qızıl qədəhlər düzüldü. İlk badələr qaldırılan zaman 77 şeypur şahlar şahın qələbəsi şərəfinə gürladı. Lakin elə bu vaxt şahın qorxunc vəziri Taygöz Yusif içəri girib hökümdarın hüzurunda yerə qədər təzim etdi. Şah boşalmış qədəhini yanındakı qaraqula verib qaşlarını çatdı. "Hardasan vəzir?" dedi. "Yoxsa mənim qələbəmin təntənəsi səncə mənasızdır?"
Tacöz Yusif bir daha yerə qədər təzim edib, Qiblə aləm, dedi. Mən aciz Yusif, sənin sadiq qulunam. Şahlar şahının huzuruna gecikməyimin səbəbi var. Hökümdar vəzirin səsindəki qara xəbər əlamətini duyaraq, nə olub vəzir, tez söylə, dedi. Vəzir üçüncü dəfə təzim edib, Qiblə aləm 100 illərlə sağ olsun. Oğlun Malik Tac xəstələnmişdir, dedi. Nə danışırsan vəzir, deyə şah ayağa qalxdı. Şahzadə Malik Tac qonşu çadırda qızdırma içində yatırdı. Hər tərəfində 7 qara qul, əlləri döşündə, sükut içində dayanıb gözlərini ona zilləmişdi. Hökümdar vəzirin müşayiəti ilə çadıra daxil olduqda, qullar yerə döşənib alınlarını torpağa qoydular. Sonra qalxıb dalı-dalı 10 addım geri çəkildilər. Şah oğluna yanaşıb barmaqlarında ləl cavahir sayrışan ağ əlini onun alnına qoydu. Oğlum Malik, deyə həyəcanla səsləndi. Lakin xəstədən cavab gəlmədi. O zaman şah rəngə ağarmış üzünü vəzirə çevirib qorxulu və titrək səslə bu saat hər tərəfə çaparlar göndərilsin, qoy dünyanın bütün biliciləri buraya toplasın, dedi. Şah bütün günü oğlunun başı üstündən tərpənmədi, gözlərini yummadı, heç nə yemədi. Səhəri vəzir qayıdıb, Qiblə aləm, dedi. Şəhərdə ancaq tək-tək qocalar, uşaqlar qalıb, qırılan qırılıb, sağ qalanlar da gecə ikən meşələrə qaçıb. Çox axtarandan sonra bir falçı qarıya rast gəldik. Bəs falçı nə oldu? Deyə şah qəzəblə soruşdu. Gəlmədi, şahzadəni öz yanına istədi. Mən onu ocağa attırıb yandırardım Qiblə aləm, ancaq şah vəzirin sözünü kəsib, taxt-rəvan hazırlansın. Hökümdar öz rəiyyəti ilə birlikdə insan cəsədləri ilə dolu xaraba küçələrdən keçib, balaca bir komanın qabağında dayandı. Taxt rəvanı qulların çiynindən alıb yerə qoydular. Şahzadəni ehtiyatla içəri gətirdilər. Evin yarım qaranlığı içində uca boylu bir qarı durmuşdu. Şah daxil olan zaman o yerindən qımıldanmadı. Təzim etmədi, bir heykəl sükunəti ilə dayanıb durdu. Şah keçib xəstənin baş tərəfində qoyulmuş döşək üstündə əyləşərək, qarı, dedi, deyirlər sən cinlərin, uğursuz ruhların dilini bilirsən, sağalmaz dərdlərə dava edirsən. Budur mənim oğlum Malik Tac, o tutub yanır. Məşum ruhlar onun hüşünü uğurlayıb aparmışlar. Səndən əlad istəyirəm, qarı, əgər onu sağaltsan, evinin dirəklərini qızıla tutturacağım, əgər xəyanət etsən, cəhənnəm kimi zəbanət çəkib yanacaqsan. Qarı, mən anayam, dedi və bir qap su alıb taxt-rəvanın qarşısında yerə çöktü. Sonra dodağının altında nə isə oxuyub suya üfürdü və bir an kasaya diqqət edərək ağır zəhimli nəzərlərini qaldırıb, ey şah, dedi. Mən burada minlərlə qəzəbli ruh görürəm, onlar xəbər alır. Şah öz oğlunu çox mu sevir? Nə danışırsan qarı, dedi. O mənim yeganə varisimdir. Böyük bir məmləkət gözünü ona dikmişdir. Mən 7 il dua edib, 7000 qurban kəsəndən sonra böyük yaradan onu mənə əta etdi. O böyüdü. Kəyan mülkündə birinci pəhləvan oldu. Falçı təkrar suya baxıb, ağ saçlı bir qarı soruşur, şahzadənin anası varmı? Şah ah çəkib, var, qarı, dedi. Onun anası Xədicə Banu yer üzündəki arvadların ən xoşbəxtidir. Çünki o mənə Malik Tac kimi oğul bəxş etmişdir. Tez ol qara oğlumun dərdini əlac et. İndi Xədicə Banunun yuxusuna qara ilanlar girir. Qarı bayaqdan bəri ilk dəfə olaraq başını qaldırıb xəstə şahzadəyə baxdı və elə bil ki, oğlanın solğun gözəlliyi onun gözlərini kamaşdırdı. Qarının kiprikləri qırpındı, bəbəkləri böyüyüb quru bir parıltı ilə yandı. Qarı qalxıb xəstəyə yanaşdı, damarları çıxmış quru və kobud əlini onun sinəsinə qoydu. Xəstə göz qapaqlarını qaldırdı, yaralı ceyran gözlərinə bənzər bir cüt qara, məğlul göz arvada zilləndi. Qarının günəşdən və dərddən yanıb qaralmış heybətli üzü qəribə bir nurla işıqlandı. Axı o ana idi. Sonra qarı dağlara gedib bir ətək çiçək gətirdi, onların şirəsini çəkib qaşıq-qaşıq xəstənin boğazına tökdü. Gecə-gündüz yanından tərpənmədi. Şəhərdə sarqalmış yerlilər ona lənətlər yağdırdılar. Kineylərdə oturan qocalar onu gördükdə gözlərini endirib ayaqlarının ucuna baxdılar, ya dillərin nəzərindən iraq yerdə görüşən arvadlar başlarını bulayıb, ballı qarı imansız oldu, dedilər. Xəlvətə düşəndə uşaqlar onun ardınca düzülüb, ay falçı, bəs qızıl başmağın hanı, deyə təni etdilər.
Qarı həm yerlərinin bütün bu nifrətini sükutla qarşılayıb hər gün dağlara gedir, qucaq-qucaq çiçək gətirir, xəstəni müalicə edirdi. Nəhayət 7 gündən sonra şahzadə gözlərini açıb yemək istədi. 11-ci gün isə onun tamamilə sağalıb ayağa qalxdığını qoşun əhlinə xəbər verdilər. Şah falçıya bir kisə qızıl verib, qarı, dedi, o çiçəklərin hikmətini aç mənə söylə. Qarı başını bulayıb, o sirri mən heç kəs aça bilmərəm, hökümdar, dedi. Ancaq oğluna o çiçəklərdən çəkilmiş elə dərman verərəm ki, bir də azar üzü görməsin. Bu sözlərdən sonra qarı qızıl gül rəngli maye ilə dolu bir kasa gətirdi, şah kasanı alıb burnuna tutdu. Bu müşkdür, ənbərdir, nədir qarı? Ətri insanı behuş edir. O dünyanın ən nadir çiçəklərindən çəkilib deyə qarı cavab verdi. Hökümdar dərmanı yarısına qədər özü içib, qalanını da oğluna verək. And içirəm ki, mən ömrümdə bu şirinlikdə şərbət görməmişəm, dedi. Şahzadə qalan şirəni son damlasına qədər içib, kasanı qarıya qaytardığı zaman falçı rahat nəfəs aldı. Şah qarının üstünə daha bir kisə qızıl tullayıb yanında dayanmış Taygöz Yusifə müraciətlə, vəzir, dedi, o vaxt uğursuz ruhlar mənim şənliyimi pozmuşdu. İndi dünyada heç bir dərdim yoxdur. Qoşun əhlinə tapşır, 3 gün 3 gecə elə bir şadyanalıq etsinlər ki, göydə gün üzü tutulsun. Atılan ox bir daha geri qayıtmaz, hökümdar, hər dəqiqənin bir hökmü var, deyə ballı qarastadan dilləndi. Dəlim olmusun arvad, nə danışırsan, deyə şah qəzəblə yerindən qalıqdı və birdən mədəsində hiss etdiyi dəhşətli ağrıdan sarsılaraq əl atıb vəzirin çiyninə yapışdı. Elə bu anda şahzadədə kökündən qırılmış, sərv kimi silkələnib, arxasında dayanmış qara qulun qucağını açdı. Zəhər, hökümdarın sinəsinə vəhşi bir səs qopdu. Bəli, zəhər, deyə ballı qara arxayanlıqla təkrar etdi. Şah yerdə ilan kimi qövrulan oğluna baxıb, vəzir əlaç, deyə qışqırdı və artıq ayaq üstündə dayana bilməyib döşəyin üstünə yıxıldı. Sonra başını qaldırıb, qarı, dedi, heç olmazsa oğluma bir çarə elə. Axı sən onu ölümdən qurtarmışdın, axı sən deyirdin mən anayam. Bəli, qiblə-i aləm, deyə ballı qarı ah çəkdi, mən anayam. Şah ilə oğlu dəhşətli əzablardan sonra öldülər. Taygöz Yusifin əmri ilə qarını öz otağında qoyub, qapını bağladılar. Sonra qoşun əhlinin hər biri onun çomasının üstünə bir at torbası torpaq tökdü. Günün axırında günəşin son işığı Savalanın zirvəsindəki buludlarda saralıb sönən zaman qarının çoması üstündə böyük bir təpə qalıqdı. Sonra yağan yağışlar onun torpağını bərkitdi. Gələn bahar təpədə sarı tikanlı boz qanqallar bitdi. Təpəyə Qarı dağı dedilər. Sonrakı əsrlərin küləkləri, selləri şəhərin xarabalıqlarından heç bir əsər qoymadı. Onun yeri hər bahar qızıl lalələrlə örtülən bir düzənlik oldu. Şəhərdən yadigar yalnız Qarı dağ qaldı. O vaxtdan bəri Qarı dağın altından bir çeşmə qaynayır. Uzaq mənzildən gəlib keçən yolçular onun suyundan içib ürəklərinin yanğısını söndürürlər. Yaz-yay axşamlarında şəhər əhli Qarı dağına, quru çayın kənarlarına, çaydan biraz bəridəki Molla Yaqub bağına gəzməyə çıxardılar. Molla Yaqub Malakan olub, əsl adı Yakov idi. Uzun saqqal, xoş sifət bir kişi idi. Yerli əhali Yakovu Azərbaycanlaşdıraraq Yaqub eləyib, yanına da Molla sözünü əlavə eləmişdi. Vaxtı ilə çarın bu yerlərə sürgün elədiyi Malakanların dövlətli ağsaqqallarından idi. Molla Yaqub da öz qaydası ilə yerli əhalinin, yəni biz Azərbaycanlıların bütün xeyrində, şəhərində iştirak eləyib hörmətli bir şəxs kimi yuxarı başda əyləşdirilirdi. Molla Yaqub şəhərdən aralı həmin quru çayın yaxınlığında saldığı bağında nadir ağaçlar əkmişdi. Yazda bu ağaçların hərəsi bir cür çiçək açır, bir cür ətir saçırdı. Molla Yaqub bağını çəpərləməmişdi. Yəqin ona görə ki, yazda, yayda gəzməyə çıxan adamların ayağını bağdan kəsmək istəmirdi. Öz qaydası ilə adamlar da Molla Yaqubun bir ağacına, bir meyvəsinə də toxunmazdılar. Ancaq dəcəl uşaqlara görə bağın qoca bir qaravolçusu var idi. O da bağın aşağı tərəfindən hündür bir talvar qurub, gecələr orada yatardı. Bir yaz axşamı əynində bahalı tünd parçadan kostyum, belində qızıl toqqa, ayaqlarında par-par parıldayan şibilit, çəkmə başında qiymətli sur dərisinə papaq, qara göz, qara qaş, enli kürək bir oğlan olan Abdullah öz dostları ilə Molla Yaqubun bağına gəzməyə çıxdığı zaman
Orada bir dəstə qız gəlinin içində pristav Bayram bəyin qızı gözəl Yaqutu görüb bir könüldən min könülə vuruldu ona. Əynində uzun qanavuz tuman, ayaqlarında diş taban tufli, zərxarı arxalığın üstündən incə belinə daş-qaşa tutulmuş enli qızıl kəmər çəkilən, boğazının altında qızıl silsilə, ağ biləklərində qızıl bilərzik olan gözəl Yaqut da cavan tacirə baxıb gülümsədi. Bu vaxt yenicə daşmış, quru çay qüdrətli nəşə ilə qıcıldayırdı. Yenicə açılmış ərik çiçəkləri arasında quşlar sevinclə çığırışırdı. Qurşağa qədər qalxmış yaşıl buğda zəmilərinin üzəri ilə əsib gələn ətirlimi, Yaqutun geriyə sürüşmüş ağ ipək çalağısı altından çıxan xurmayı saçlarını xəfif-xəfif tərpədirdi. Bağın üst tərəfindən keçən və ətrafında sarı, firuzəyi, qırmızı çiçəklər bitən cığırda dayanmış qızlar cavan tacirin Yaquta necə heyran-heyran baxdığını görüb, gümüş qəhqəhələrlə gülürdülər. Sonra cavan tacir, pristav Bayram bəyin ailəsi yaşayan 2 mərtəbəli binanın qabağından gündə 10 dəfə belədən belə keçməyə başladı. Hər dəfədə nişanlı qız ona baxıb gülümsəyirdi. Tacir oğlan da gülümsəyirdi. İkisi də gözəl idi. İkisinin də mirvari kimi dişləri görünürdü. Cavan tacir heç Malakan qızı Katya ilə görüşəndə belə olmurdu. Yaqut da nişanlısı Məhərrəmi görəndə belə olmurdu. Cavan tacir bilirdi ki, pristavın qızı ondan da dövlətli bir oğlanın nişanlıdır. Bir gün tacir uca boylu, təzə qazağı yəhərli qəşəng ürgənin üstündə həmin nişanlı oğlanın pristav yaşayan evin həyətindən çıxdığını görüb xeyli pərişan oldu. Ancaq nişanlı oğlan ona əhəmiyyət vermədən ayaqlarını yavaşca tərpədərək cavan ürgəni çapıb gedəndən sonra qız yenə də eyvana çıxaraq Abdullaya baxıb gülümsədi. Səhər cavan tacir gözəl xətlə ipək kağıza pristav Bayram bəyin qızına aşiqanə bir namə yazıb, axırını da Füzulinin qəzəlindən bu misralarla qurtardı. Ah eylədiyim sərvi xuramanın üçündür, qanaqladığım gönçeyi xəndanın üçündür, sərgəşdəliyim, kakiliyim işçinin ucundan, aşüftəliyim zülfi pərişanın üçündür. Sonra Bayram bəyin Kürdobadan gətirdiyi 16-17 yaşlı ev nökəri dələdüz dünyada bir qızıl beşlik bağışlayaraq məktubu onun vasitəsilə göndərdi qıza. Yaqut da məktubu alıb gülsanı bərə bürünən dal eyvana qaçaraq ürəyə atlan oxudu. Gözəlliyi haqqında, məhəbbət haqqında qız öz nişanlısına belə sözlər eşitməmişdi. Nişanlısı onun yay qaşları, ox kiprikləri haqqında, müşki ənbər saçan qulaç saçları haqqında ona bir kəlmə də deməmişdi. Onu Bakı, Tiflis, Peterburg kimi şəhərlərə aparıb gəzdirməyini vəd eləməmişdi. Cins qadın tayfası, cins madyan kimidir, nə qədər oxşanıb tumarlansa, o qədər mehriban olar. Sonra Yaqut özü də bir namə yazıb bünyət vasitəsilə göndərdi cavan tacirə. Oğlanın şallığı yerə göyə sıxmadı, o saat yenə bir namə yazıb dələdüz bünyada verəndə bünyət dedi, gərək mənə bir dəst diagonal paltarlı qalasan, sonra kağız aparım. Ayrı vaxt qəpiyin haqqı hesabını çəkən cavan tacir bu dəfə çək çevir eləmədən sövdəgər Məşədi Qaradan bir dəst paltarlı qalıb bünyada verdi. Bünyat da gətirib paltarlığı zirzəmidə odunların arasında gizləyərək məktubu aparıb verdi Yaquta. Oğlan bu məktubunda Yaquta təklif edirdi ki, gəlsin ona. Ancaq qız cavabında qəmgin yazdı ki, bu mümkün deyil, çünki o başqasına nişanlıdır. Özü də kəbinləri kəsilib, bugün sabah toyları olasıdır və qız bu dərdli naməni Leyli və Məcnundan götürdüyü bu niskilli misralarla qurtardı. Ey möhnət eşqdən xəbərdar, gör Tanrı üçün nə möhnətim var, qıl taleyi ahimə nəzarə, gör var isə rəhmin eylə çarə. O zaman cavan tacir qıza uzun bir namə yazıb dedi ki, gəl səni götürüm qaçım. Oğlanın bu təklifi qızın gözləri qabağında qəribə bir aləm açdı. Bu aləmdəki qorxular qıza bir nağıl kimi cazibədar göründü. Lap Kərbəlayı Bixandan da o yana şahlarla vuruşan qaçaq quldur babalarının at minib tüfəng atan, Səkinə nənəsinin, atasının düşmənini güllə ilə vuran xanım nənənin qanı qızın damarında qaynamağa başladı və o oğlana yazdı ki, sənin lap tilsimli qaftağına da gedərəm. Cavan tacir ağıllı olan idi, bilirdi ki, arxası Kürdoba, Araz qırağı tərəkəmələrinə bağlı olan Divandərədə sözü ötən pristav Bayram bəyin nişanlı qızını götürüb qaçmaq nə deməkdir? Bilirdi ki, Hacı Hüseynin kəbinli gəlinini götürüb qaçmaq nə deməkdir?
Ona görə də bu qorxulu işə diqqətlə hazırlaşdı. Özü kimi zirək bir oğlan olan kiçik qardaşı Fərhadı kənddən gətirdib, mağazada oturdaraq şeylərin qiymətini alverin yol ağına ona başa saldı. Sonra ora-bura gedəndə həmişə faytonuna əyləşdiyi uzun burun qumarbaz çarvadar Həbbi çağırıb dedi: "Gərək gecə ikən bizi çatdırasan Ağdama." Belə işlərdən çarvadar Həbbin sümüyü oynağa gedərdi. O qiymət filan barədə bir kəlmə də danışmadan əlini sağ gözünün üstünə qoyub dedi: "Sənin kimi oğuldan ötürü lap fitil bölkədə gedərəm özdə belə xeyir iş üçün." Çarvadar Həbib bilirdi ki, cavan tacir faytonçudan, hamamçıdan, bir də dəlləkdən pul əsirgəyən deyil. Çarvadar Həbib Şuşa qalasından idi. Dumanlı dağlarda gözəl səsli xanəndələrin seyigahını, rastını, cahargahını eşidə böyümüşdü. Məhəbbətin nə demək olduğunu bilirdi. Özü də pəstən oxuyan lotu bir oğlan idi. Gecə bütün şəhər yatandan sonra Abdullah çarvadar Həbin 3 saz atlı faytonuna əyləşərək sürdürdü. Qızla vədələşdikləri yerə yaqut da pal-paltarla, zinət şeyləri ilə dolu çamadanını xəyanətkar bünyədə götürdərək xəlvətçi evdən çıxdı. Onu da deyim ki, qız ona nişan gələn şeylərdən birini də götürmədi. Brilyant nişan üzüyünü də çıxarıb qoydu stolun üstünə. Fayton tərpənəndə dələdüz bünyat fürsəti fövt eləməyib cavan tacirə dedi: "Bəs mənim salamatım?" Cavan tacir bu barədə əvvəlcədən düşünmədiyi üçün xırda pul götürməmişdi. Qızdan utanaraq elə bütöv bir qızıl çıxarıb verdi bünyada. Bünyat qızıl alan kimi götürüldü. Çarvadar Həbib: "Hə, yaman biz gedədi," deyib güldü. Sonra çamadanları faytonun arxasına qoyub diqqətlə bağladı. Sonra qozlaya qalxaraq: "Ya Allah!" deyib atları tərpətdi. Fayton səssizcə şəhərdən çıxıb şose yola düşdükdə Həbib atların cilovunu boşaltdı. Bütün günü möhkəm yeyib dincələn harın atlar Ağdama doğru həvəslə götürüldü. Onlar bu yolu çox getmişdilər. Bilirdilər ki, onları qabaqdakı dayanacaqlarda ağarpa, sərin bulaq suyu gözləyir. Fayton gecənin səssizliyində şəhərdən çıxaraq bir qədər gedib, əvvəl xoş şırıltı ilə axan Hacılı arxını keçdi. Sonra köpükləri ay işığında ağaran, qızmış nər kimi nərildəyən Quruçaya yaxınlaşdı. Çarvadar Həbib atların cilovunu çəkib dayandıraraq düşüb keçələti diqqətlə nəzərdən keçirdi. Abdullah da faytondan qalxıb baxdı. Adam elə gəlirdi ki, dağlardan hücumla gələn bu çayın qabağında heç nə dayanmaz. Ancaq Həbib sakitcə qozlaya qalxıb "Ya Allah!" deyərək cilovu tərpətdi. Atlar özlərini cəsarətlə vurdular çaya, cavan tacir istəklisinə pıçıldadı: "Qorxmursan ki?" Qız ay işığında oğlana yanaşı baxıb gülümsədi. "Nədən qorxacam?" Bu onların arasında olan ilk mükalimə idi. Su faytonun ayaq qoyulan yerinə qədər qalxmışdı. Əlbəttə, bu keçələt çayla dayaz yeri idi, ancaq su hücumla axdığı üçün az qalırdı faytonu aşarsın. Kürdoba cəmaatı yaylağa köçəndə qız atla, dəvə ilə belə daşqın çayları çox keçmişdi. Ona görə də cavan istəklisinin narahatlığı qızı əyləndirirdi. Çarvadar Həbib atları ürəkləndirmək üçün cürbəcür səslər çıxarırdı. Çayın ortasına çatdıqda cavan tacirə elə gəldi, düz dünya ay işığında ağaran bu harın çaydan ibarətdir. O diqqətlə istəklisinə baxdı, amma gördü ki, qızın ay işığında gülən gözlərində zərrə qədər də qorxu yoxdur. Atlar sahilə yetib yamaca qalxanda çarvadar Həbib axırıncı dəfə "Ya Allah!" deyib şallağı havada şaqqıldatdı. Həmişə onları tumarlayıb əzləyən, bəzən arpalarına kişmiş qatan sahiblərinin bu səsindən atlar coşa gəlib çayın sahilindəki yoxuşu 4 dəmə çıxdılar. Fayton dolayları yenərək köndələn çayı da keçdikdə çarvadar Həbib bir papiros yandırıb qoydu damağına. Fayton dövlət yarlı kəndinin içindən keçəndə xoruzlar banlayırdı. Həmişə belə gecə yarısı xoruz banlayanda nə üçünsə Yaqutun ürəyindən bir qəmgirlik keçərdi. İndi də belə oldu. Qızı ilə gəldi ki, atanasından doğulduğu yerlərdən ayrılıb tamam başqa bir aləmə gedir. Onun ürəyi kövrəldi. Oğlan əyilib ustufca qızın üzündən öpdü. Atlar yüngül yorğa elə gedirdi, ay batmışdı. Bəzən yolun bu tərəfindən o tərəfinə gözləri yaşıl fənər kimi parıldayan tülkü ya canavar qaçıb keçərək adam boyu qalxmış zəmilərin arasında yox olurdu. Atların zınqırovları xoş avazla səslənirdi. Dan yerindən sərin yel qalxırdı. Qızı ilə oğlan faytonçudan həya edərək danışmırdılar. Ancaq məlum məsələdir ki, bir-birlərini hiss edirdilər, bir-birlərinə baxıb gülümsəyirdilər.
Dediyim kimi yaxşı pəsdən oxumaq olan çarvarlar Həbib də həya eləyib susurdu, amma faytondaşlar ancaq kişi tayfası olsaydı, çarvadar Həbib bütün yol boyu gah rast üstündə, gah seycah üstündə zümzümə edərdi. Qarabağ toylarında çarvadar Həbbin çırtıq vura-vura məzəli oynamağı var idi. Hətta bu barədə bu havanın adı Ənzəli çarvadar Həbibi, bir addımda tullan irəli çarvadar Həbib, çalçanı vur çırtığı çarvadar Həbib deyə başlayan gülməli bir mahnı da qoşmuşdular. Dan yeri qızardı. Birazdan gün çıxıb Qarabağ çöllərini işıqlandırdı. Fayton az getdi, üz getdi, çatdı bir Ağbulaq dərəsinə. Bu dərə idi ki, burada Güzdəkli, Bayandur öz igidləri ilə Axta Ağa Məhəmmədin qoşunlarına divan tutmuşdu. Bu o dərə idi ki, Gəncə qaçağı Dəli Alı burada namərd Şiralı xanı öldürüb həm yerlərinin qisasını almışdı. Fayton dərəyə girəndə çarvadar Həbib dərənin o tayında köhnə günbəzin qabağındakı tək ağacın kölgəsində dayanmış bir adam görüb atları qovmaq istədi. Ancaq dar yolun o tərəf bu tərəfindən ona tuşlanan tüfəngləri görüb atların cilovunu çəkdi. Kolların dalından çıxan iki tüfəngli qaçaqdan biri Həbbə əmr etdi. Uzun burun köpək oğlu döndər faytonu sür günbəzin yanına. Ona da çarvadar Həbib deyərdilər. Qaçağa qəzəblə baxıb dedi. Ağzını dağıtma adam oğlusan. Sür deyirsən sürərəm. Sür deyə qaçaq qışqırdı. Cavan tacir qaçaqlara dedi. Qoy qız otursun faytonda biz gedək. Qaçaq ona qulaq asmayıb yenə də çarvadar Həbbə qışqırdı. Heyvərə sənə demirəm döndər faytonu. Həbib faytonu döndərib köhnə günbəzin qabağına sürdü. Faytonu saxlayan ağacın kölgəsində dayanan oğlan bir-iki addım irəli yeriyib çarvadar Həbibdən soruşdu. Kimdir miniklərin? Cavan tacir faytondan düşüb sakit səslə oğlana dedi. Mən Abdulla Əfəndinin qardaşı oğluyam, faytondakı qız da mənim nişanlımdır. Qaçaqbaşı soruşdu. Güney Güzdəkli Abdulla Əfəndinin qardaşı oğlusan? Abdulla dedi. Bəli. Qaçaq soruşdu. Bəs bacı kimlərdəndir? Abdulla dedi. Kürdobalı Pristav Bayram bəyin qızıdır. Qaçaqbaşı soruşdu. İndi səfəriniz hayanadır? Abdulla dedi. Gedirik Ağdama. Sonra qaçaqbaşı portmanatından bir üzük çıxarıb faytona yaxınlaşdı. Bunu sənə boy görüncəyə verirəm bacı. Qoy qaçaq Xan Muraddan yadigar olsun. Yaqut nişanlısına baxdı. Cavan tacir təmkinlə dedi. Boy görüncəyini rədd etmək olmaz, götür. Yaqut üzüyü alıb taxtı barmağına və lap köhnə tanışlar kimi qaçaqbaşıya dedi. Sağ ol Xan Murad. Qaçaqbaşı dedi. Bacı, Bayram dayı məni yaxşı tanıyır. Bağışla ki, uşaqlar səni yoldan saxlayıb. Sonra qaçaqbaşı cavan tacirə dedi. Sizə yaxşı yol, qardaşlıq. Fayton tərpənib Pirağbulaq dərəsindən çıxdı. Oraya başqa bir fayton daxil oldu. Abdulla diqqət yetirib gördü ki, onun içində əyləşən barmağında iri brilyant üzük olan lopabıq, xəsis milyonçu məşədi mürsəldi. Qaçaqlar o faytonu da döndərib apardılar cavan başçının hüzuruna. Çarvadar Həbib gülümsəyib dedi. Allah yaxşılığı əvəzsiz qoymaz, deyərlər. Nerses xocanın barmağındakı brilyant üzüyün 1000 qızıl qiyməti var. Çarvadar Həbib papağının dalını qaldırıb atları tərpətdi. Qaçaqlar onun atlarını tutub almadıkları üçün Çarvadar Həbibin keyfi 99-a qalxmışdı. Fayton Pirağbulaq dərəsindən uzaqlaşanda Çarvadar Həbib əlavə etdi. Xan Murad deyilmişsən varmış, sağ olsun. Qaçaq Xan Murad təzə meydana çıxmışdı. Özünün də 22-23 yaşı ancaq olardı. Onun da qaçaq Süleyman kimi kasıb-küsubla işi yox idi. Çox əli iti icid idi. Nişanlısını cavan qaçaq başıya necə maraqla baxdığını fikirləşəndə, ayaqlarında uzun boğaz çəkməyə başında bahalı buxara papaq belində 3 qatar patron böyründə qırmızı ağac qoburlu on atılan olan qaçaq başının uca qəd qamətli gözlərini qabağına gətirəndə cavan tacir özünü bir təhər hiss elədi. Axşam gün batanda fayton Ağdamın 7-8 kilometrliyindəki Novruzlu kəndinə daxil oldu. Bəndalı yüzbaşı kürsülü artırmada əyləşib ov tüfənginin cilizinə barıt qırma doldururdu. Atların zınqırov səslərini eşidib başını qaldıranda gördü ki, darvazanın ağzında bir fayton dayandı. Kişəlini işindən çəkməyib bərkdən səsləndi. Qonaq, darvaza açıqdır. Əvvəlcə Çarvadar Həbib çamadanları götürüb girdi həyətə. Sonra da cavan tacir, ardınca da nişanlısı daxil oldular. Qız tamam yaşınmasa da yaşmağı burnunun qabağına qədər çəkmişdi. Bəndalı yüzbaşı zənə xeylağı ilə cavan oğlanı görən kimi cilizi stolun üstünə qoyub ayağa qalxdı. Xoş gəlmişsiniz, dedi. Buyurun yuxarı.
Bəndalı kişinin ətli canlı arvadı qızın qolundan tutub apardı evin qadınlar olan hissəsinə. Abdullah da artırmaya çıxıb kişi ilə əl tutuşdu. Bəndalı yüzbaşı dedi: "Həbib, sən də çıx yuxarı." Qarabağda çarvadar Həbibi kim tanımırdı ki? Həbib dedi: "Allah razı olsun Bəndalı dayı, atların arpa vaxtıdır, gərək gedim." Bəndalı yüzbaşı cavan tacirə dedi: "Qardaş oğlu, buyur içəri." Onlar halı cəbə ilə döşənmiş zala daxil olub, ipək döşəkçələrin üstündə əyləşdilər. O saat arvad uşaq olan tərəfdəki mətbəxdə qazanlar asıldı, çay qoyuldu. Kəklikli turasılı plov bişirildi. Qarabağlıların kəklikli turasılı plovuna nə söz? Yeyib içəndən sonra Bəndalı yüzbaşı dedi: "Hə qardaş oğlu, indi danış görək hansı qohumlardansınız?" Abdullah hər şey olduğu kimi danışıb qurtaranda Bəndalı yüzbaşının üzü tutuldu. O bir qədər sükutdan sonra dedi: "Buranı öz eviniz hesab eləyin. Heç bir şeydən də ehtiyat eləmə." Sonra Bəndalı yüzbaşının neçə il qaçaqlıq eləyib keçən il üzə çıxan kiçik qardaşı çıraq da gəlib qonaqlara xoş gəldin elədi. Bəndalı yüzbaşının gülöyşə nar, peyvən təzgil, iri heyva ağaçları ilə dolu qalın kölgəli bağı, kürsülü evin sütunlarına sarılan enli yarpaqlı üzüm tənəkləri Yaqutun xoşuna gəlirdi. O burada özünü qərib hiss eləmirdi. Bəndalı çoxdan yüzbaşılıq eləməsə də Qarabağda sayılan karlı adamlardan idi. Cavan tacirin nişanlı qızı götürüb onun evinə qaçmağı havayı deyildi. Cavan tacir bilirdi ki, quş olub göyə uçsalar da Hacı Hüseynin, Bayram bəyin adamları Qarabağda onların yerini tapacaq. Ona görə də gərək el adamın evinə getsinlər ki, oradan onları bir qoşun da çıxarda bilməsin. Onlar gələndən 3 gün sonra Bəndalı Ağdam şəhərindəki çayxanalardan birinin qabağında böyük tut ağacın kölgəsində əyləşib Xanlıq Muxtarla nərd oynayırdı. Xanlıq Muxtar da Bəndalı kimi karlı adam idi. Tapancası həmişə pencəyinin qoltuq cibində dolu olardı. Əgər Xanlıq Muxtar belə sayılan adam olmasaydı, Bəndalı cəmaatın gözü qabağında oturub onunla nərd oynamazdı. Hər kəsin öz tayı var. Elə bu zaman balaca boylu cırtdaqoz, Tavakar Pristav İsmail bəy dalında 2 nəfər yasavul nərd oynayanların yanına gəlib dedi: "Bəndalı, bizdə məlumat var ki, Qarabulaqdan bir oğlan Pristav Bayram bəyin nişanlı qızını qaçırdıb gətirib sənin evinə." Bəndalı zərləri tulladı, daşları götürüb yerinə qoyandan sonra sakit səslə soruşdu: "Tutaq elədi sonra?" Pristav İsmail bəy dedi: "Sonrası budur ki, gərək qızı alıb geri qaytaraq, oğlanı da tutaq." Bəndalı dedi: "Qız öz xoşu ilə qoşulub qaçıb." İsmail bəy cavab verdi ki, "Onun bizə dəxli yoxdur. Öz yerlərində aydınlaşdırarlar." Bəndalı dedi: "Bu nainsaflıq olar bəy. Onu da nəzərə al ki, oğlan qızı mənim evimə gətirib." İsmail bəy dedi: "Sənin evin ziyarətgah zad deyil ki, nə olsun gətirib?" Bəndalı ağır-ağır qalıqdı. "İsmail bəy, indi ki belə oldu, mən gedirəm evə. Sən də get ya savullarını göndər. Gəlib o oğlanla qızı mənim evimdən çıxartsınlar, görək necə çıxarırlar." Bəndalı bu sözü deyib tələsmədən getdi. Xanlıq Muxtar Bəndalı yüzbaşının ardınca baxa-baxa papiros çıxarıb yandırdı. Bu demək idi ki, Xanlıq Muxtar özü də məhz Bəndalı kimi edərdi. Evinə gəlib Abdullahı heç nə hiss etdirmədən qardaşı çırağı, 2 cavan əmisi oğlunu, 3 yeni yetimə bacısı oğlunu çağırtdırıb əhvalatı onlara qısaca bildirdi. Tapşırdı ki, tüfənglərini hazır saxlasınlar. Əgər Pristav İsmail bəy savulları qızı oğlanın əlindən almağa gəlsələr, atışacaqlar. "Atışacaq" sözünü eşidib cavanların sümüyü oynağa getdi. Onların ağsaqqalına pənah gətirən oğlanın nişanlısını heç kəs bu evdən, bu Novruzlu kəndindən çıxarıb apara bilməz. Uzaq olsun, uzaq olsun. Əgər qızı tutub oğlanın əlindən alsalar, bu bütün Bəndalı tayfası üçün, bütün Novruzlu kəndi üçün həmişəlik baş töhmət olardı. Ona görə də tüfənglərini doldurub söykədilər bucağa, patrondaşı da asdılar üstündən. Ancaq İsmail bəy gəlmədi. İsmail bəy davakarlığı ilə bərabər həm də bic adam idi. Bilirdi ki, davasız, atışmasız Bəndalının evindən qız çıxarmaq olmaz. Bir də fikirləşdi ki, başqa qəzadan gətirilmiş bir qızdan ötürü nə üçün Bəndalı uşağı kimi bir tayfa ilə qanlı bıçaq olsun. Ancaq səhəri gecə xoruzun 2-ci banında itlərin bərk hürüşməyinə qulaq verib Bəndalı dərhal başa düşdü ki,
Evin ətrafında yad adamlar var. Tək bir adam yox, bir neçə adam. Çünki itlərin səsi bağın bir neçə yerindən gəlirdi. Bu pristav adamlarına oxşamırdı. Hökumət adamı gecənin bu vaxtında gəlməzdi. Demək, məsələ başqa cürdür. Bəndalı cəld geyindi, tüfəngi qapıb qapını ustuvcu açıb ehtiyatla çıxdı bayra. Elə bu anda da qardaşı çıraq qaranlıqdan səsləndi. Kimsiniz hə? Qaranlıqdan kimsə ona qışqırdı ki, Bəndalıya denən çıxsın çölə. Özünü təndirxananın böyrünə verib atışmağa hazır dayanan Bəndalı sakit səslə cavab verdi. Bəndalı çöldədir, nə sözünüz var? Qaranlıqdan gələn səs dedi. Əş Bəndalı, əgər qan tökülməyini istəmirsənsə o haramzadə oğlanı da qızı da ver. Bəndalı dedi, bilmirsiniz ki, Bəndalı heylə binamus işə qol qoymaz. Qaydın gedin evinizə, eşiyinizə, bir iş olub. Qaranlıqdan gələn səs dedi, Bəndalı qıza parmasaq getməyəcəyik. Bəndalı sakit səslə dedi, məsləhətdir qaydasınız. Qaranlıqdan gələn səs dedi, əşi, 50-60 versə at sürüb gəlməmişik gəli boş qaydaq. Xoşluqla sənə deyirik ki, qızı da oğlanı da verəsən. Cavabında Bəndalı səs gələn tərəfə deyil, havaya bir güllə atdı. Səs küyə eşidib səngərlərində hazır dayanan bacı oğullar, əmi oğullar, bir də Bəndalının qardaşı Çıraq, o tək gülləni eşidən kimi səs gələn tərəfi basdılar gülləyə. Kəndin hər tərəfində itlər hürüşdü, hər tərəfdən qarasına atılan güllə səsləri eşidildi. Bəndalı qız üçün gələnlərə qışqırdı, özünüzü havaya qırdırmayın, çıxın gedin. Cavabında bir neçə güllə birdən atıldı, evin pəncərələri çiliklənib töküldü. Qaranlıqdan təzə bir səs eşidildi. Əşi Bəndalı bu köpək uşağının bir təkində salamat buraxmayacaq. Üst tərəflərini kəsmişik. Bəndalı dedi, adam atmayın, qoyun çıxıb getsinlər. Səs köy yuxudan ayılıb bayıra çıxan Abdullanın lap qulağının dibindən güllələr vıyıltı ilə keçib qapı pəncərəyə dəyirdi. Oğlan qorxaq adam deyildi, ancaq işin nə yerdə olduğunu bilib xalqa bu cür əngəl açdığı üçün ürəyində xəcalət çəkirdi. Qızı qaytarmağa gələnlər gördülər ki, xeyr, Bəndalı batmalı, çol deyil, qayıdıb getdilər. At ayaqlarının səsləri tamam uzaqlaşıb itlər susandan sonra Bəndalı səngər elədiyi yerdən çıxıb bərkdən soruşdu. Uşaqlar, canlı zad olmayıb ki. Çıraq öz qapısından dedi. Bir şey yoxdur. Bəndalı təkrar soruşdu. O biri tərəfdən necə? Çıraq dedi. Salamat getdilər. Bəndalını vurub yıxmaq üçün həmişə bir kərəvə axtaran bacı oğlusu İrşad öz qapılarından dedi. Ay dayı, qoymadın o it uşağın hamısını qıraqdayna. Bəndalı cavab verməyib artırmaya qalxanda Abdullanı orada görüb cümrah səslə dedi. Qardaş oğlu, sən niyə yuxudan olmuşsan? Oğlan xəcalətlə dedi. Sizə iş açmışıq. Bəndalı dedi. İşi zadı yoxdur, yeri soyun yat. Abdullah onun üçün ayrılmış otaqda ilə paltarlı uzanıb səhərə qədər gözünü yummadı. Səhər çaydan sonra Abdullah Bəndalıya dedi. İcazə versəydiniz bugün biz gedərdik Yevlağa. Bəndalı təəccüblə soruşdu. Yevlağa? Bəli, oradan da Bakıya gedəsiyik. Bəndalı gülümsəyib zarafat yana dedi. Yoxsa gecəki əhvalat qorxutdu səni. Xeyr, elə əvvəldən fikrin Bakıya getməkdir. Amma cavan tacir düz demirdi, əslində istəmirdi ki, onların üstündə, burada başqaları davaya düşsün. Bəndalı dedi, qardaş oğlu, sən əvvəl də dedim, indi də deyirəm. Bura öz evinizdir, lap bir ildə qala bilərsiniz. Heç kəs də yel olub böyrünüzdən ötə bilməz. Ancaq kişi baxıb gördü ki, cavan tacir qalmaq istəmir. Səhəri gün özü şəhərdən fayton gətirtdi. Bəndalının arvadı Yaquta iri firuzə qaşlı bir üzük boy görüncəyi bağışladı. Kişi özü də oğlanı əla bir buxara dərisi ilə bir dəst diaqonal kostyumluq bağışladı. Yolları üçün cürbəcür yeməklər qoydular. Bəndalı bacısı oğlu İrşadla əmisi oğlu Cəmilə tapşırdı ki, onları aparıb lap Yevlağacan ötürsünlər. Oğlanlar da tüfənglərini götürüb atlandılar və faytonu lap Yevlağacan ötürüb qayıtdılar. Yolda Abdullah fikirləşdi ki, Bakıdansa Gəncəyə getmək daha məsləhətdir, çünki Gəncə Qarabulağa yaxındır. Ona görə də Gəncəyə gedib düşdülər mehmanxanaya. İndi sizə kimdən deyim? Bağbanlar Ələkbərdən. Bağbanlar Ələkbər 35-36 yaşlarında üzündə tək-tək çopuru olan qarabuğdayı, yaraşıqlı bir adam idi. Yüzlərlə düşmən olduğu üçün həmişə çıxanın altında 2 tapança gəzdirərdi. Çayxanalarda nərd oynayanda o da həmişə Qarabağlı xanlıq muxtar kimi kürəyi divara tərəf oturardı.
Düşmənləri də onunla üzbəsurət atışmağa cürət eləməzdilər. Bilirdilər ki, Ələkbərin bir gözü nərddə baxırsa, bir gözü ətrafındakı adamlardadır. Özü də hər iki əli ilə sərrast atandır. Abdullagilin düşdüyü mehmanxananın qapıçısı qoca kişi Kürdistan mahalından idi. Abdullagilin şeylərini mehmanxanaya daşıyanda cavan tacir ona bir abbası əvəzinə 1 manat vermişdi. Ona görə də qoca xidmətçinin bu cavanlara qanı qaynayırdı. Abdullah fikir eləyirdi ki, bir qədər Gəncədə qalıb ara sakitləşəndən sonra qayıdarlar Qarabulağa. Ancaq bir gün qoca xidmətçi onu kənara çəkib dedi: "Oğul, görürəm siz əsl adamsınız, ona görə də sənə bir sirr açmaq istəyirəm, ancaq gərək öz aramızda qalsın." Abdullah bu sözə bərk təəccüb eləyib and içdi ki, dünyasında onun ağzından sir çıxmaz. O zaman qoca soruşdu: "Hər gün gəlib mehmanxananın bağçasında nər taxta oynayan bağbanlar Ələkbəri tanıyırsanmı?" Abdullah dedi: "Tanımasam da haqqında eşitmişəm, hər gün bura gəldiyini də bilirəm." "Yəqin onu da eşitmisən ki, bağbanlar Ələkbərin kəsdiyi başın sorğu sualı yoxdur." Abdullah dedi: "Eşitmişəm." Qoca ətrafına baxıb pıçıltı ilə dedi: "O sənin külfətinə aşiq olub. Məsləhətdir ki, lap bu gecə Gəncədən çıxıb gedəsiniz, yoxsa yaxşı olmaz. Heyfsiniz." Bu əhvalatı Abdullah da, Yaqut da öz-özlüklərində duymuşdular. Onlar görürdülər ki, ayaqlarında güzgü kimi parıldayan uzun boğaz çəkmə, başında ən bahalı papaq, qastor çıxalı, qızıl vəznəli, qızıl toqqal adam hər gün gəlib saatlarla bağçada nər taxta oynaya-oynaya eyzən onlar olan otağın pəncərəsinə baxır. Ancaq bu barədə bir-birlərinə heç nə demirdilər. İlk dəfə o, Yaqutu görəndə Abdullah otaqda yox idi. Ayın oyun almaq üçün şəhərə çıxmışdı. Yaqut isə sinəsi açıq, zərxara köynəkdə pəncərə qabağında dayanıb, qulac-qulac saçlarını hörə-hörə şəhərə tamaşa edirdi. Elə bu vaxt nərdə oynamaq üçün bağçadakı, üstü açıq çayxanaya gedən Ələkbərin tamam təsadüfi halda gözü qız dayanan pəncərəyə sataşdı. Yaqutu görəndə yerində mıxlanıb qaldı. Pəncərə 2-ci mərtəbədə olduğundan bağbanlar Ələkbər hətta Yaqutun durna boynu kimi uzun, ağ boynundakı qara xalı da aydınca gördü. Bu an kənardan Ələkbərə baxan olsaydı, deyərdi ki, bu adam yəqin ömründə belə gözəl görməyib. Birdən Yaqut gözlərini şəhərdən çəkib bağçaya baxanda heyran-heyran ona tamaşa eləyən cavan kişini görüb ancaq bir an ona diqqət yetirib pərdənin arxasına çəkildi. Elə bu andan da sonra bağbanlar Ələkbər, hətta Abdullah evdə görünəndə də gözünü o pəncərədən çəkmirdi. Qoca xidmətçi məsləhət gördü ki, xoruzun 1-ci banı Gəncədən çıxsınlar. Abdullah şəhərə getdi. Fayton tutub beh verdi. Onlar hələ dan yeri ağarmamış Gəncədən çıxdılar. Bu tələsik gedişin səbəbini oğlan Yaquta açmadı, ancaq qızı da şübhə yeri qoymamaq üçün dedi: "İstəyirəm ki, sən Bakını görəsən. Hələ desən səni teatrda aparacağam." Qız teatr haqqında eşitmişdisə də görməmişdi, ona görə də Bakıya getmək xəbərinə sevindi. Ancaq Yevlağa çatana qədər saatlarca gözünü onların pəncərəsinə dikən, yaraşıqlı qara buğdayı üzündə tək-tək çopuru olan, güləndə sədəf kimi ağ dişləri görünən, qızıl vəznəli, qızıl toqqalı oğlan xəyalından çəkilmirdi. Sözün düzü Abdullah mehmanxanada olmayanda elə Yaqut da maraqdan özünü saxlaya bilməyib tülpərdə arxasının oğrun-oğrun o oğlanın hərəkətlərinə diqqət yetirirdi. Cavan tacirin də belə geyinmədiyinə heyfsləndi. Dünən həmin oğlan yenə də bağçada nərdə oynayırdı başına, 5-6 adam yığışmışdı. Yaqut da həvəsini boğa bilməyib yenə də tülpərdənin arxasından onlara tamaşa edirdi. Bu zaman Ələkbərin başına toplaşmış cavanlardan biri "Ley, ley!" deyə göyə işarə ilə səsləndi. Yaqut da baxıb gördü ki, bir ley xeyli yüksəkdə dövrə vurur. Ələkbər tapancasını çıxarıb ancaq bir an nişan alıb atdı. Ley 1-2 metr yuxarı qalxıb daş kimi ağacların arasına düşdü. Oğlan da tapançanı qoburuna qoyub heç bir şey olmamış kimi oyununa davam etdi. Əlbəttə qız atası Bayram bəyin və onun dostlarının Novruz bayramında toylarda nişana atdıqlarını çox görmüşdü. Ancaq bu dəfə nazik bığı, şəvə kimi parıldayan bu ədalı oğlanın quşu bu qədər sərrast vurmağı və üzündəki sakit qürur qıza ayrı cür təsir elədi. Burada aşıq dedi: "Ay dünya, nə qərbeşlərin var sənin?" Amma bütün bu xəyallar qızın 1-ci dəfə gördüyü qatara əyləşəndə yox olub getdi.
Qızley vuran oğlanı bir də xeyli sonralar tacir əri Abdullah ilə tez-tez dalaşanda, onun hərəkətlərindən xoşu gəlməyəndə yad edərdi. Bakıda Təbriz mehmanxanasına düşdülər. Bu mehmanxananın sahibi Hacı Ağa etibarlı, mömin bir şəxs olduğundan Qəza şəhərlərindən gələn tacirlərin əksəriyyəti onun mehmanxanasına düşərdi. Özü də Cənubi Azərbaycandan idi. Yaqut dənizi birinci dəfə görürdü, ancaq dəniz ona Qarabağın Qıjov çayları kimi təsir eləmirdi. Yaylağı getdikləri zaman hüşdürümlə axan o harın çayları uca boylu yəhərli atla keçərkən qız özündə də bir coşqunluq, göylərə pərvazlanan bir həyəcan hiss eləyirdi. Bozumtul göylə birləşən dəniz ona soyuq qüssəli görünürdü. Amma gecə opera teatrında tamaşa elədiyi Leyli və Məcnun indiyə qədər onun hiss eləmədiyi qəmli bir dünya idi. Məcnunla Leylinin nakam məhəbbətində, əlacsız dərdli məhəbbətində bu fani dünyaya sığmayan ayrı bir gözəllik vardı. Bu qızın heç bir zaman duymadığı, indi heyran qaldığı, göz yaşı tökdüyü bir məhəbbət idi. Bu dərdli məhəbbətin yanında onların, yəni pristav qızı Yaqutla cavan tacir Abdullahın məhəbbəti çox solğun görünürdü. Bu da qızı məyus edirdi. Qız bu anda istərdi ki, onu da belə sevsinlər. Onun özündə məhəbbəti Leylinin məhəbbəti kimi belə dərdli olsun. Bir an qıza elə gəldi ki, o özü kimi isə Leyli təkin sevir, ancaq onu İbn Salama veriblər və bu cavan tacir Abdullah elə o İbn Salamın özüdür. Fasilədə Abdullah bufetdən bahalı konfetlər, şəkər çörəyi alıb gətirdi. Elə bil qız bu işə təəccüb elədi, acığı tutdu. Konfetlər də ona lap mənasız göründü. Qız onları əlində vurmadı. Amma tamaşadan sonra onlar mehmanxanaya gələndə bütün bu duyğular yaz vaxtı Qarabağ meşələrinin üzərində tez-tez zahir olan bulutlar kimi yox olub getdi. Yenə də nişanlısı ilə şən zarafatlar başladı. Amma nə ki, düzdür, ilk dəfə gördüyü məhəbbət faciəsi qəlbinin dərinliklərində nisgilli bir xatirə olub qaldı. Özü də zaman-zaman ona elə gəldi ki, bu elə onun öz xatirəsidir. Abdullahın isə əlbəttə ki, bu haldan xəbəri yox idi. Oğlan narahat idi. Ona görə narahat idi ki, ticarət işləri tökülüb qalırdı. Hər gün onun filan qədər qazancı itib gedirdi. O biri tərəfdən də Bakı qoçularının hərəkətləri onu qorxudurdu. Nişanlısı Sarıdan qorxudurdu. Dünən lap mehmanxananın yaxınlığında günün orta çağı Qoçu Fərəclə Qoçu Balıq düz 1 saat atışdılar. Polis də bunu görməzliyə vurdu. Qoçu Fərəci çox binamus deyirdilər. Küçədə gözəl bir qıza, bir gəlinə gözü düşdümü, qurtardı. Gərək həmin gün oğurlayaydı. Bakıya gələnə qədər qoşulub qaçdığı cavan tacirin varı dövləti barədə düşünmək heç Yaqutun ağlına da gəlmirdi. Amma teatrlarda, küçələrdə rast gəldiyi xanımların daş-qaşını, geyimini gördükdə, burada Hacı Zeynalabdin Tağıyev kimi, Musa Nağıyev kimi milyonerlərin olduğunu bildikdə qoşulub qaçdığı cavan tacirin varı, mağazası onun nəzərlərində xeyli kiçildi. Elə bil cavan tacirin özü də birdən-birə balacalandı. Dünyada işlər varmış, dövlətlər varmış, brilyantlar, daşqaşlar varmış, gözəl binalar varmış. Qız gecə oğlanla küçədə gəzərkən iri pəncərələrdən yana gür işıqları gördü. Yəqin ki, o zinətli lampalarla işıqlanan zallarda ayrı cür həyat vardı. Birdən qız elə gəldi ki, əgər onun qoşulub qaçdığı oğlan da o gəncədəki bağbanlar Ələkbər kimi geyinsəydi, onun kimi bir göz qırpımında uçan quşu tapanca ilə havada vuran olsaydı, bəlkə Bakıdakı bu milyonerlər, bu göz qamaşdıran brilyantlar onun gözünə görünməzdi. O nişanlısı ilə öyünərdi. Qarabulağın 7-8 kilometrliyində Alıqullar obaları vardı. Onlar da Kürdoballar kimi tərəkəmə idi. Kişilərdən oğru olmayanı tapılmazdı. Oğurluq bacarmayana qız verməzdilər, deyərdilər əfəldir. O tərəflərdə məşhur bir məsəl də vardı, deyərdilər Alıqulların şahidi sarmərdanlar olar. Alıqullardan bir adam oğurluqda təqsirləndirəndə and içərdi ki, oğurluq olan gecə sarmərdanlıda filan qonağının evində idi. Qonaq da and içib təsdiq edərdi. Həmin Alıqullar obalarında böyük mülkədar Həsən bəy yaşayırdı. Obadan aralı çayın qırağında bəyin divarları, sütunları firuzə rəngində 2 mərtəbəli gözəl bir imarəti vardı. Evin hər tərəfi böyük bağ idi. Xalq arasında Həsən bəyə oğru bəy deyirdilər. Çünki çar polisi o ətrafda kimi oğurluqda ittiham eləyib həbsə alsaydı, Həsən bəy qurtarardı. Gəzərəyi sözü Həsən bəyin dostu idi. Ona görə də kim böyük oğurluq eləsəydi, tutuldu, tutulmadı, gərək Həsən bəyin payını xəlvətçi verəydi. Həsən bəyin adlı sanlı ruhanilərə, o cümlədən də Abdullahın əmisi Abdullah Əfəndiyə hörməti vardı.
O belə nüfuzlu ruhanilərə tez-tez bəxşişlər göndərirdi. Hörmətli ruhanilər də fərqinə varmazdılar ki, bu hədiyyələr oğurlardan gələn pulların hesabınadır. Bəyin ehtiramına qarşı minnətdar olduqlarını bəyan eləyib, ona dua edərdilər. Cavan tacir uzun fikirləşəndən sonra nişanlısı ilə Qarabağa qayıdıb düz gəldi Həsən bəyin evinə. Həsən bəy boylu, buxunlu, tənumənd bir adam idi. Tacir tayfası ilə yaxın olmadığı üçün onların ancaq adlı sanlılarını tanıyırdı. Ona görə də cavan taciri əvvəl tanımadı, ancaq Abdullah Əfəndinin qardaşı oğlu olduğunu və Bayram bəyin qızını götürüb qaçdığını biləndən sonra tapşırdı onlara hörmət eləsinlər. Sonra bəy fayton göndərib qəza qazısı Axund Mirza Qələndəri evinə qonaq dəvət eləyib əhvalatı ona danışıb dedi. Vaxta ki, oğlan qızı mənim evimə gətirib, gərək onu Bayram bəylə barışdıraq. Qazı Mirzə Qələndər ködə, yoğun qırmızı sifət bir kişi olub, tubulku ağacından qayrılmış iri qırmızı müştükdə papirosun oduna yandırardı. Özü də çox söhbətcil, baməzə, arvatbaz bir adam idi. Getdiyi uzaq kəndlərdə saz, dularvadları siğə eləməyi savab iş hesab edərdi. Həsən bəyin də, Bayram bəyin də dostu, həm söhbəti idi. Əlbəttə, əgər qız Bayram bəyin qızı olmasaydı və cavan tacir də Abdullah Əfəndinin qardaşı oğlu olmasaydı, hamısından da mühümü qızı götürüb Həsən bəyin qapısına gəlməsəydi, Qazı ağa bu izdivacı çətin icazə verərdi, amma indi nə etmək olardı? Həsən bəylə Qazı ağa böyük qonaq otağında stolun ətrafında əyləşmişdilər. Özü də orucluq vaxtı idi. Həsən bəyin qəribə işləri vardı. Onlardan biri də bu idi ki, heç vaxt orucunu keçirməzdi. Yəqin məsələdir ki, Qazı ağa da oruc idi. Stolun üstünə ət, cücə soyutması, cürbəcür məzələr, göyərtilər düzülüb, bir qrafin də araq qoyulmuşdu. Bəylə Qazı ağa oturub iftarı gözləyirdilər. Qazı ağa arağa işarə ilə gülümsəyib zarafatyanə dedi. Bəy, görünür, əraqla iftar açmağın ayrı ləzzəti var. Həsən bəy Qazının zarafatından rencidə xatir olmayıb dedi. Oruc öz yerində, araq da öz yerində. Bu əzancı zalim oğul da dillənəcək ki, səhərdən dilinə içki, xörək dəymədiyi üçün indi bəyin hövsələsi bir tiki olmuşdu. Qalxıb otaqda səbirsizliklə var-gəl eləyirdi. Birdən ayaq saxlayıb pəncərədən görünən minarəyə xitabla yəqin ki, əzancının qarasını acıqlı dedi. Çort kriçida! Qazı ağa ləzzətlə güldü. Əzancı dillənən kimi bəy araqla dolu qədəhi götürüb dedi. Mirzə Qələndər, sağ ol. Bəy qədəhi bir nəfəsə boşaldıb yerə qoyaraq əyləşib tələsik yeməyə başladı. Qazı da bismillah deyib səliqə ilə orucunu açdı. Bir qədər yeyəndən sonra bəy qədəhini doldurub dedi. Qazı ağa, gəl sənə bir bakal meyl eləyəsən. Qazı ağa gülümsəyib cavab verdi ki, xeyr ha, mən ləziz təmlardan, pürrəng çaydan, bir də zərif tütündən zövq alıram. Bəy qədəhini boşaldıb soruşdu. Bəs topuğu girdə gəlinlərdən necə? Hallıca, dulluca arvatlardan necə? Bəy qəhqəhə ilə gülüb qədəhini doldurdu. Qazı ağa qırqovulun plovun altında qızarmış zərif budunu götürüb boş qabına qoyaraq dedi. Qadın dünyanın ən şirin nemətidir. Ondan necə ləzzət almamaq olar? Siğəni də şəriət ona görə buyurub ki, dul qadınlar özləri də bu ləzzətdən bir nəsib olmasınlar. Bəy dəmlənmişdi. Ay lotu, dedi. Əməllərinizi paça çıxarmağı bacarırsınız. Qazı ağa ürəyində bilirdi ki, biraz lotuluğu var, ona görə də zarafatyanə dedim. İnsan gərək özünü Allahın yaratdığı ləziz nemətlərdən məhrum eləməsin. Bəy bir qədəh də vurub soruşdu. Deyirlər, sən Kürdabada kör bir qadın sığ eləmsən. Qazı ağa gülümsünüb dedi. Ona baxsan deməzsən kördür. Çox cazibadar iri qara gözləri var. Digəl ki, görmür. Özü o qədər gözəl, ətli canlıdır ki. O yandan bəri yeriyəndə deyirsən, bəs bir ağmaya gəlir. Bəyin hərəmi özü kimi yaşlı, arıq, uzun burun bir arvad idi. Ona görə də qazının tərifinə vəcdə gəlib dedi. Gecələr lüt soyundurub alırsan qucağına? Qazı gülüb dedi. Daha onu deməzlər ki, sən araqdan ləzzət alırsan, mən də şux cananlardan. Bəy qızarıb pörtmüş halda dedi.
Yaxşı eləyirsən Mirzə Qələndər. Bu axmaq dünyada bacardıqca keyf çəkmək lazımdır. Qazılığa da bir qoz, bəyliyə də. Qoy nə deyirlər desinlər. Bilirəm düşmanlarım dalda da məni oğru bəy adlandırırlar. Amma bilmirlər ki, mənim oğru bəy olmağım onların doğru bəy olmağından 100 dəfə artıq xeyir verir cəmaata. Qazı ağa güldü. Bəy dedi. Gülmə Mirzə Qələndər, düz deyirəm. Məsələn, mən həmişə oğrulara deyirəm ki, ay köpək uşağı, kasıb küsubla işiniz yoxdur. Kasıb it oğlundan Allah da bezardı, bəndə də. Gedin o kəslərdən aparın ki, Kürdobalı Hacı Qara kimi 10.000 qoyunu var. Yerin soda yer Məşhədi sülünü top dağıtmaz mağazalarında ki, İsveçrə bankında milyonları var. Elələrində nə qədər aparsanız halaldır. Mən ölüm belədir. Belə deyil Mirzə Qələndər. Qazı ağa ayaq üstə güclə dayanan bəyə baxıb yenə də kişmişi güldü. Bəy bu dəfə özünü çox tox tutub dedi. Odur ki, kasıb adamın heyvanına aparan oğru tutulanda onu qurtarıb eləmirəm. Deyirəm qoy gedib yatsın köpək oğlu. Amma başın üçün Mirzə Qələndər hampadan dövlət ildən aparan oğurların hələ indiyəcən birində qoymamışam qəzəmətə girsin. Qazı ağa gördü ki, bu dəfə də Gülsə bəy özündən çıxacaq. Ona görə də balaca irişməklə kifayətlənib, nökərin gətirdiyi soyuq dovğadan 2 çömçə götürüb öz boş qabına tökdü. Bəy kefli birdən dərdlənib dedi. Rəiyyət köpək oğlu xeyrini başa düşən deyil, Mirzə Qələndər. Qulağıma çatır ki, kasıblar da dalda da mənim qeybətimi eləyirlər ki, bəy oğrularla əlbirdir. Tay demirlər ki, Həsən bəy olmasa həmən oğurlar onların arvadlarının tumanını da aparar. Sən yaxşı eləyib bu rəiyyət arvadlarının gündə birini siğə eləyirsən. Qazı ağa dedi. Bəy, mən şəriətin buyurduğuna xilaf iş görmürəm. Bəy əlini çənəsinə çəkib dedi. Mirzə Qələndər, mənə yox da. Mən gimnaziya qurtarmışam, özüm də Allaha inanıram. Amma siz mollaların alimi biəməlliklərinizi də bilirəm axı. Bəy bərkdən gülüb əlini Qazı ağaya tərəf uzadaraq dedi. Mən ölüm vur gəlsin. Qazı ağa hal əhli idi, gülümsəyib şappıltı ilə vurdu bəyin əlinə. Bəy nə eşəyə gəlib çırtıq vurub oxudu. Aç xırcını kəs almadı. Ver yara dilim. Sonra da divan uzanıb o saatda şirin xoruldadı. Qazı ağa da onun üçün ayrılmış otaqda namazını qılandan sonra soyunub yaylı çarpayıda, təzə ipək yorğan döşəkdə ləzzətlə gərnəşib Kürdobada siğə elədiyi kör qadının suluq kimi ağ, yumşaq bədənini xatırlaya yuxuya getdi. Dan yerinə işıq düşəndə durub yenə də namazını qıldı. Sonra bəylə qonaq otağında əyləşib axşamdan hazırlanmış cürbəcür yeməklərlə o başlanlıq elədilər. Bəy həmişə yanında saxladığı qoçaq oğlanlardan birini göndərdi Qarabulağa. Bayram bəyə xəbər versin ki, Qazı ağa ilə Həsən bəy axşam gələcək onlara. Həmin bu vaxtlar Yaqut Həsən bəyin qızları ilə Abdullah da oğlanları ilə olurdu. Olurdu deyəndə, yəni yemək içməkləri onlarla olurdu. Bəyin 2 oğlu, 2 də qızı vardı. Oğlanları elə Abdullah yaşlı olardılar. Qızlarının böyüyü nişanlı idi. Kiçiyi də elə Yaqutla yaşdaş olardı. Bəyin böyük oğlu Kərim bəy Xarkov şəhərində vəkillik oxuyurdu. Kiçik Əmir bəy də Şuşada Realni məktəbdə oxuyurdu. İndi yay vaxtı olduğundan tətilə gəlmişdilər. Yaqut fikir verib görürdü ki, bu oğlanlar səhərdən axşamacan nişana atırlar, kart oynayırlar, ov eləyirlər. Özü də onların kartda oynadıkları oyunları tamam başqa cürdü. Onları nə Abdullah bilir, nə Yaqut. Qız onlara fikir verdikcə özünü bir təhər hiss eləyirdi. Elə bil ki, qız bu oğlanı çoxdan tanıyırdı. Elə bil ki, bunlara qarşı qızda çoxdan bir doğmalıq varmış. Onlar hər nə eləyirdisə qıza qəribə görünürdü. Bəyin böyük oğlu çox zorlu idi. Bir dəfə Yaqutla Abdullah pəncərədən baxıb gördülər ki, 5-6 cavan oğlan həyətdə dayanıb bərkdən gülüşürlər. Bəyin böyük oğlu Kərim bəy yekə bir eşşəyin quyruğuna yapışıb, oğlanlardan biri də ağacla eşşəyi çu deyə döyəsləyir ki, yerisin. Ancaq heyvan nə qədər güc verirsə yerindən tərpənə bilmir. Yaqut da oradakı oğlanlar kimi qəhqəhə ilə güldü, amma Abdullahın qızı acığı tutdu. Onlar axmaq işlər tuturlar, sən də gülürsən. Ancaq cavan tacirin sözləri qızın xoşuna gəlmədi.
Ürəyində o zarafatçıl bəy oğlanlarını heç də axmaq hesab eləmədi. Cavan tacir ağıllı da olsa qadın tayfası barədə təcrübəsi idi. Elə bildi ki, bu qızıl vəznəli, gümüş xəncərli, yaraşıqlı oğlanların axmaqlığı barədə onun dediklərinə nişanlısı inandı. Tay bilmədi ki, sözləri qızın ürəyində onun, yəni cavan tacirin zərərinə oldu. Tapışdıqları vaxtdan birinci dəfə olaraq nişanlısının belə bir bəy oğlu olmadığına qız ürəyinin dərinliklərində heyfsləndi. Cavan tacirin geyimi də, ağır başlı hərəkəti də qıza indi birdən-birə xoş gəlmədi. Ancaq necə deyərlər, iş işdən keçmişdi. Həsən bəy axşam iftardan sonra 3 atlı faytonunu qoşduraraq Qazı ağa ilə birlikdə əyləşib getdilər Qarabulağa, Bayram bəyin evinə. Bayram bəy o saat başa düşdü ki, bunlar nəyə gəlib? O bir otaqda Fatma xanım bildi ki, Həsən bəylə Qazı nəyə gəlib? Ancaq iki dünya bir olub, biri də heç olsa Bağdad bəyin nəvəsi Fatma xanımın ürəyi heç zaman bu işlə barışmayacaq. Qoz satan güney güzdəşli gədəsi Pristav Bayram bəyin kürəkəni olsun. Qızın əvvəlki nişanlısının atası Hacı Hüseyin rəiyyət də olsa adlı sanlı tərəkəmə idi. Vurub tutan sayılan adam idi. Qoyun sürülərinin, at ilxılarının bir ucu buradaydı, bir ucu harda. Güzdəşli gədəsi kimdir? Tərəzi gözünə baxan bir cərçi. Fatma xanımın ticarət əhlinə zəhləsi getdiyi üçün hamısını tərəzi gözünə baxan çərçi adlandırırdı. Özü də irtməkli sünni. Ancaq Bayram bəy başqa cür fikirləşirdi. Bayram bəy uzaq görən adam idi. Baxıb gördü ki, indi dünya ticarətindir. Abdullah da insafən çox ağıllı, zirək tacirdir. Az vaxtda əməlli başlı mağaza sahibi olub, hörmət etibar qazanıb, Moskva, Kiyev, Xarkov kimi şəhərlərlə ticarət edir. Qaldı sünni olmağı. Bayram heylə şeylərə fikir verən deyil. Nə sünni şiəbazlıqdır bunlar, hamısı lotu-potu mollaların uydurmalarıdır. Bütün bunlara görə də Qazı ilə Həsən bəy barışıq məsələsini açsanda, Bayram bəy çox ustalıqla özünü tox tutub dedi. Vaxta ki siz gəlmişsiniz, nə deyə bilərəm? Qazı ağa dedi. Allah xeyir versin. Həsən bəy dedi. Gərək bu xeyir işi sağlığına bir qədər qırmızı hadrut şərabı vuraq. Bayram bəy də gülümsəyib dedi. Qazı ağa icazə versə vurmaq olar. Həsən bəy dedi. Qazı ağa ilə sodalaşmışıq. Biz onun arvad-bazlığının üstünü vurmuruq, o da bizim şərab istemal eləməyimizin. Bayram bəy gülüb bünyadı çağırıb əmr verdi ki, o bir otaqda süfrə açıb zirzəmidə də şərab çıxarsınlar. Bayram bəyin razılığını alandan sonra Güney Güzdəşdən cavan tacirin əmisi Abdullah əfəndi, başqa qohum qardaşı gəldi. Qızın kəbini kəsildi, sonra da oğlanla qızı gətirib Bayram bəylə barışdırdılar. Fatma xanım nə qızının üzündən öpdü, nə də kürəkəninin üzünə baxdı. Ancaq Bayram bəy razılıq verəndən sonra nə eləyə bilərdi Fatma? Cavan tacir külfətini apardı Məşədi Cəlli mülkündə kirayə tutduğu evə. Gələn yaz sənin dayın Nuru ilə haramıda alaçığın qabağında oturub söhbət edirdik. Xaynamaz Qarabulaqdan gəlib xəbər gətirdi ki, Yaqutun bir gilas göz oğlu oldu. Yəni sən dünyaya gəldin ay Murad. Nuru dayın da ona 3 manat muştuluq verdi. Sənin babaların, nənələrin əhvalatı belə olub. Əlbəttə ki, mən ancaq yadıma düşənləri danışdım. Kim bilir onların həyatında daha nə qədər əhvalatlar olub. Nə eləmək? Bu dünyada igid babalardan, nənələrdən, yadımıza düşənlərdən başqa nə qalır ki? Möhnət qoca qəlyanından bir nəfəs alıb, üfüqdə gümüş bir xət kimi parıldayan Araza baxdı.